Könül Qarayeva, cərrah mama ginekolog, tibb elmləri doktoru, dosent. Tibb elmləri doktoru, mama ginekolog Könül Qarayeva Bakıda reproduktiv sağlamlıq və qadın xəstəliklərinin diaqnostika və müalicəsi sahəsində çoxillik təcrübəyə malik bir mütəxəssisdir. Dosent Könül Qarayeva Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun reproduktiv sağlamlıq şöbəsinə rəhbərlik edir. Praktiki peşəkar həkimliklə yanaşı, həmçinin elmi pedaqoji fəaliyyətlə məşğuldur. Könül Qarayeva hamiləliyin planlaşdırılması, sonsuzluğun müalicəsi və qadın sağlamlığının qorunması istiqamətində müasir tibbi yanaşmalar tətbiq edir. Onun zərərli amillərin ana bətnində dölün formalaşmasına təsiri mövzusunda tədqiqatları mamalıq və ginekologiya elminə mühüm töhfə vermişdir. Tibb elmləri doktoru, cərrah mama ginekoloq Qarayeva Könül Qalib qızı 1976-cı il 24 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. Atası əməkdar elm xadimi, tibb elmləri doktoru professor, uzun illər Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqat Mərkəzinin direktoru işləmiş Qalib Qarayevdir. Könül Qarayeva Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna klinik ordinaturaya daxil olmuşdur. Klinik ordinaturanı bitirdikdən sonra müsabiqə yolu ilə kiçik elmi işçi, böyük elmi işçi vəzifəsinə seçilmişdir. 2004-cü ildə Könül Qarayeva dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. 2006-cı ildə isə Könül Qarayeva dosent elmi adını almışdır. Daha sonra zərərli amillərin ana bətnində dölün formalaşmasına təsiri mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Hazırda doktor Könül Qarayeva Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun reproduktiv sağlamlıq şöbəsinin rəhbəridir. 62 elmi məqalənin müəllifidir. Onun rəhbərliyi altında bir dissertasiya işi müdafiə edilmişdir. 2 dissertasiya işi isə tamamlanmaq üzrədir. Ailəlidir, 2 övladı var. Qeyd etməliyik ki, hamiləliyin planlaşdırılması və hamiləlik dövrünün peşəkar izlənməsi ana və körpənin sağlamlığının qorunmasının əsas şərtidir. Cərrah mama ginekoloq Könül Qarayeva tərəfindən həyata keçirilən müasir reproduktiv sağlamlıq xidmətləri sonsuzluğun səbəblərinin vaxtında aşkarlanmasına və effektiv müalicəsinə imkan yaradır. Eyni zamanda qadın xəstəliklərinin erkən diaqnostikası gələcəkdə sağlam hamiləlik və uğurlu doğuş üçün mühüm əhəmiyyət daşıyır. Könül Qarayeva hamiləliyin planlaşdırılması, prenatal müşahidə və yüksək riskli hamiləliklərin müasir standartlara uyğun idarə olunması üzrə ixtisaslaşmışdır. Həkim, reproduktiv sağlamlığın qorunması, sonsuzluğun diaqnostikası və qadın xəstəliklərinin erkən aşkarlanması sahəsində geniş klinik təcrübəyə malikdir. Müasir ginekoloji yanaşmalar sağlam hamiləlik, təhlükəsiz doğuş və qadınların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Könül Qarayevanın iş yeri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və International Medical Center 2 klinikası. Əlaqə telefonları 050 312 55 81 070 312 55 81.